Salam, hamınızı xoş gördük. Bu gün mətbəxdə yenə də qışa hazırlıqdır. Badımcan ikrası hazırlayıram. Badımcan ikrası digər videoda var. Rus mətbəxinə aid olan bir reseptlə hazırlamışam. Kök və tomat pastası ilə. O da çox dadlı alınır. Çox gözəl də rəngi olur. Bugün pomidorla hazırlayıram badımcan ikrasını. Pomidorla bir qədər sulu çıxır. İndi hazırlayanda özünüz görəcəksiniz, amma tomat pastası ilə daha da fərqli olur. Biraz bərk halında olur. Sovet dövründə mağazalarda gördüyümüz ikralara bənzəyir. Dadı da çox gözəldir. Bu ikra da çox gözəl hazırlanır, dadlıdır. Amma bir fərqi var ki, bu pomidorla hazırlanır. Bizə nə lazımdır? 5 kiloqram badımcan götürmüşəm. Badımcanlar həyətdən yığılmadı. Gördüyünüz kimi tumu yoxdur. Bazardan aldıqda da çalışın ki, qara badımcanlar seçib alasınız. Tumu az olsun. Olmasa daha yaxşıdır. Şirin badımcan olsun. 2 kiloqram yarım pomidordur. Ümumiyyətlə ikraya badımcanı, pomidoru seçərkən, əgər badımcan 5 kiloqramdırsa, 2 kiloqram yarım pomidor işlətmək lazımdır. 1 kiloqram yarım biberdir, 1 kiloqram yarım soğan, yarım litr duru yağ və duz istiyor zövqə görə 1-2 ədəd acı biber, o da yenə zövqə görə götürə bilərsiniz. İndi ilk öncə badımcanların qabığını soyub doğramaq lazımdır ki, duzlayaq. Bütün tərəvəzlər ət çəkən maşında çəkilir. İndi çəkdiyim soğanı ələkdə və yaxud süzgəc vasitəsilə suyunu süzürəm. Soğanı da yağın içərisinə əlavə edirik qazana. Və qovururuq soğanı. Badımcanı ət çəkən maşında çəkib, acı suyunu sıxdıqdan sonra qovrulan soğanın üzərinə əlavə eləmək lazımdır. Soğan artıq rəngini dəyişir. Badımcanları əlavə edib hər ikisini bir yerdə qovurmağa başlayırıq. Badımcanı bir qədər qazanda qovururuq. Tez-tez qarışdırmaq lazımdır ki, dibi yanmasın. Sonra çəkdiyimiz biberi qazana əlavə edirik. Pomidorun da qabığını soyub ət çəkən maşında çəkmişəm. Onu da qazana əlavə edib qatırıq. Tez-tez qarışdırmaq lazımdır ki, dibi yanmasın. Ümumilikdə 1 saat yarıma qədər vaxta bişir. Pomidor tam suyunu çəkənə kimi pişəcək. Artıq ikra hazırdır. 1 saat yarımdır ki pişir. İkranın hazır olmasını üzünə çıxan yağlardan bilmək olar ki, ikra artıq pişib, yağa düşüb. İndi onu isti-isti bankalara yığacağım. İkranın duzuna bir qədər qaynadıqdan sonra baxmaq lazımdır. Çünki badımcanlar da duzlu olur. Duz və qara istiot əlavə eləmişəm. İkranı yuyub qurutduğumuz bankalara elə qaynar-qaynar doldurmaq lazımdır ki, sobaya qoyanda tez qaynasın. Bankaları sobanın listinə yığıram. Qapaqlarını bağlamıram. Açıq vəziyyətdə. 200 dərəcə qızdırılmış sobada sterilizə edirəm. Bir neçə izləyici yazıb bu haqda maraqlanır.
ki, susuz bankalar sobada necə qaynayır. Soba çox istilənib, yəni 200 dərəcədədir. Bankaların içərisindəki ikra da istidir və 10 dəqiqə içərisində qaynamağa başlayır, sterilizə olunur. Tam təhlükəsizdir, həm də asan başa gəlir. Qorxu yoxdur ki, qazanda qaynayanda su dolur içərisinə. Belə bir təhlükə yoxdur. Yəni, bu hamından rahat bir üsuldur. Sobada bankaların qaynamağını göstərmək istəyirəm. Beləcə qaynayırlar. Düz 10 dəqiqədir ki, qaynayırlar və indi isti-isti çıxarıb ağızlarını bağlamaq lazımdır. Artıq bankaların ağzı bağlanıb. Tam soyumuş vəziyyətdə, qaranlıq və sərin yerdə qışa saxlaya bilərik. Siz də hazırlayın. Çox asan və rahat bir üsuldur ikranın hazırlanması. Digər bir üsulla da hazırlamışam. Onu da kanalımızda izləyə bilərsiniz. Hər iki üsulla çox dadlı, ləzzətli ikra alınıb. Hazırlayın. Sağ-salamat işlədin. Kanalı izləməyi unutmayın. Görüşənədək. Sağ olun.